Salam dostlar. Bugün biz bütün yeni başlayan proqramçılar üçün çox əhəmiyyət kəsb edən bir dərs haqqında, bir mövzu haqqında danışacağıq. Bu mövzu bizə proqramlaşdırmanın necə işlədiyini və ya daha doğrusu kompüterin necə işlədiyini izah eləməyə çalışacaq bugün. Bunu niyə öyrənməliyik? Birinci, hər mövzunu öyrənərkən özümüzə verməli olduğumuz suallardan biri budur ki, mən niyə proqramlaşdırmanı öyrənərkən mənə öyrəndiyim bu mövzu niyə lazımdır? Bu sualı özümüzə verərək həmişə başlamalıyıq. Təbii ki, bu mövzuda, bugünkü mövzuda da o sualı özümüzə verməliyik. Niyə mən kompüterin necə işlədiyini bilməliyəm? Bunun mənim üçün əhəmiyyəti nədir? İndi təsəvvür edin ki, biz proqramlaşdırmadan danışanda dedik ki, biz proqramçı olaraq bizim mahiyyətimiz nədən ibarətdir? Biz əmr verən tərəfik. İşin necə görüləcəyini düşünən, onun qərarlarını verən, işin hansı formada, hansı ardıcıllıqla görüləcəyini düşünən bir insanıq. Və bu işi kimə gördürürük biz? Kompüterə gördürürük. Kompüterə müəyyən əmrlər verərək o kompüterin müəyyən işi icra eləməsini və ya müəyyən məhsulu istehsal eləməsini təmin edirik. Və bunun üçün də biz proqramlaşdırma dilindən istifadə edirik. Təbii ki, burada 3 tərəf var gördüyünüz kimi. Bir proqramçı tərəf, əmr verən tərəf, əmri icra edən tərəf və bu proqramçı ilə icraçı arasında olan ünsiyyət forması. Təbii ki, biz burada indi iş gördürəcəyimiz alətin və ya istifadə edəcəyimiz alətin mahiyyətini bilməliyik ki, ona əmr verərkən necə davranmalı olduğumuzu və ya hansı üslubda, hansı formada əmr verməli olduğumuzu biz bilək. Dolayısıyla kompüterin necə işlədiyini bu mənada öyrənmək, bu ən azından basic level'da, basic səviyyədə, bəsit səviyyədə biz bunu özümüzə ifadə edə bilməyimiz bizim üçün çox önəmlidir. Bu da əslində çox asan bir mövzudur. Mövzuları asan mövzudur və bir o qədər də əhəmiyyətli mövzudur. İndi kompüterin necə işlədiyini biz qabağımıza konkret bir sual qoyacaq ki, kompüter 2 + 2 və ya 1 + 1 ifadəsini riyazi hesablamasını hansı formada aparır? Yəni, bunun kökünə enmək lazımdır. İndi bu ideya hardan gəlib? Yəni, kompüter ideyası hardan gəlib və niyə biz riyazi hesablamalardan başlayırıq? Çünki insanlığın inkişafında birinci ilk hədəf o olub ki, biz görə bilmədiyimiz işləri, bizə çətin olan işləri araya vasitəçilər qoyaraq daha rahat həll etməyə həmişə hədəfləmişik. Buna görə də ilk olaraq elektrik icad olunduqdan sonra bu kompüterin istifadəsi ortaya çıxmağa başlayıb. Bu da necə ortaya çıxıb? İndi çox tarix olaraq detala getməyəcəm. Amma ki, ilk olaraq belə bir elektriyin necə işlədiyindən bir fikirləşək və onu simulyasiya etməyə çalışaq. Və ilk hədəf olaraq fikirləşiblər ki, insanlar kompüterləri və ya hesablama maşınlarını deyək, ilk ortaya qoyan insanlar belə düşünüblər ki, əgər biz real həyatdakı hər hansı bir qərarımızı, hər hansı bir hadisəni, hər hansı bir işin görülmə prosesini, yəni ki, biz sonradan buna alqoritm deyəcəyik. Biz bu alqoritmi necəsə elektrik şəbəkəsi ilə simulyasiya edə bilsək, ifadə edə bilsək, bu sayədə biz artıq o simulyasiya elədiyimiz elektrik şəbəkəsini idarə edərək istədiyimiz əməliyyatları yerinə yetirə bilərik. Buna hardan start veriblər? Deməli, birinci bizim burada bir açarımız olduğunu düşünək və burada bir dənə lampamız olduğunu düşünək. Bunlar bizim üçün nəyi simulate edəcək, yəni ki, ifadə edəcək. Bundan sonra onu başdan bəri deyək. Deməli, bu lampa bizə bir nəticəmizi, yəni ki, deməli, bir məhsulumuzu, buna məhsul deyə bilərsiniz, nəticə deyə bilərsiniz və ya biz buna output deyirik proqramlaşdırmada. Və
Mən bu outputu əldə eləmək üçün müəyyən ingrediyentlərim olmalıdır. Yəni ki, müəyyən inputlar daxil etməliyəm, müəyyən məlumat verməliyəm ki, bu nəticəni mən əldə edə bilim. Ondan sonra buna da mən input deyirəm. Input deyirəm burada. Hətta bunun daha rahat başa düşülməsi üçün gəlin bunu daha bəsit bir nümunəni izah edək. Bunu deyək ki, dərsin keçirilmə statusu. Dərsin keçirilmə statusu deyək. Statusu. Və ondan sonra burada da tələbənin dərsdə iştirak statusu. A tələbəsinin dərsdə iştirak statusu. Yəni ki, tələbə ya dərsdədir, ya dərsdə deyil. Dərs ya keçirir, ya da keçilmir. İndi bunun üçün biz beynimizdə belə bir ifadə işlədirik ki, bu dərsin keçilməsi nəyə bağlıdır? Tələbənin dərsə gəlməsinə. Yəni, bax, nəticəmiz dərsin keçilməsidir. Bunun üçün bizim nəyə ehtiyac duyuruq? Tələbənin dərsdə iştirakına ehtiyac duyuruq. Əgər tələbə dərsdə iştirak edirsə, dərs keçilir. Tələbə dərsdə iştirak eləmirsə, dərs keçilmir. Dolayısıyla mən burada bunların arasında bir əlaqə yaradıram. Və burada deyirəm ki, baxın, tələbənin dərsdə olma statusunu 1 olaraq qəbul edirəm. Yəni, açarın yanması olaraq olmasını qəbul edirəm. Tələbənin dərsdə olmamasını isə bağlı olaraq qəbul edirəm. Yəni, dolayısıyla burada görürsünüz ki, müəyyən artıq ilk basic bir, bəsit bir ideyanı, beynimizdəki ideyanı biz elektronik olaraq ifadə edə bildik, simulyasiya edə bildik. Bu, önəmli bir addımdır. Çox bəsit kimi görünsə də, əslində kompüter arxitekturun, kompüterin işləmə məntiqinin fundamentində yatan proses budur. Bunun buradan başlayaraq necə inkişaf elətdirilə bilər bu, onu biz deyə bilərik, görəcəyindir. Bu normal bir bizim hamımızın gördüyü ki, açar yanıbsa işıq yanıb, yəni bu dərs keçirilmədir. Sönübsə, sönüb, dərs keçirilmir. Gəlin, indi ikinci bir statusa baxaq, ikinci bir fərqli bir simulyasiyaya baxaq. Deməli, mən deyirəm ki, bunu daha tərs bir şeyə baxaq. Deməli, mən indi burada eləmək istəyirəm necə? Deyirəm ki, bəzi insanlar var ki, necə deyirlər, bunların arasında mənim böyük qardaşım da var. Bu insan, normal insanlar belədir ki, onlar işıq bağlı ikən yata bilir. Amma mənim qardaşım tam tərsinə işıq açıqkən yata bilir. Otaqda işıq sönülü olanda mənim qardaşım yata bilmir. İndi bu vəziyyəti, qardaşımın bu vəziyyətini mən simulate eləmək istəyirəm, simulasiya eləmək istəyirəm. Deyirəm ki, burada qardaşımın yatma, yuxuya getmə statusu, getmə durumu, vəziyyəti deyə bilərik. Bu isə, belə deyək, işığın açıq olub olmadığını, işığın açıq olub olmadığını. İndi baxın, mən hal-hazırda qardaşım üçün, qardaşımın yuxu vəziyyətini, yatma vəziyyətini mən burada simulasiya eləmək istəyirəm. Burada deyək ki, qardaşım, necə deyərlər, işıqlar yanırsa, qardaşım yatır, eləmi? İşıqlar sönürsə, qardaşım yatmır, eləmi? İndi bu qardaşımın statusu, bir də normal insanların statusuna baxaq, bizə baxaq. Bizdə işıqlar yanırsa, biz yata bilmirik. İşıqlar yanmırsa, işıqlar bağlıdırsa, biz yata bilirik. İndi bizim vəziyyətimizi mən buradan bu yuxarıdakini bənzətsək, bu qardaşımın statusu, vəziyyəti. Normal insanların vəziyyətini ifadə eləmək üçün isə mən bunu belə bu şəkildə birləşdirsəm,
Bu mənim normal insanların yatma statusunu ifadə eləməyəcək. Çünki işıq açıqdırsa insanlar yata bilmir. İşıq bağlı olanda yatır. Deməli ki, mən bu arada nəyisə dəyişdirməliyəm ki, nəticə dəyişsin. Dolayısıyla mən gəlirəm bura, belə bir elektronik şəbəkə qoyuram. Bu bizim üçün hal-hazırda bu elektronik şəbəkənin necə qurulduğu bizim üçün önəmli deyil. Çünki bu işin elektronik tərəfidir. Biz biraz daha proqramlaşdırı tərəfinə baxacaq. Və mən gəlirəm, belə bir elektronik şəbəkə var. Və burada diqqət edirsinizsə, baxın, işıqlar yanır. İşıqlar yanır. Biz yatmırıq. Niyə? Çünki işıq açıqdır. Amma işığı söndürürük. Baxın, biz yata bilirik. Diqqət edirsinizsə, mən burada əslində elədiyim şey nə idi? Müəyyən elektronik dövrəni dəyişdirərək beynimdəki bir ideyanı, bir fikri izah eləməyə başladım. Ondan sonra gələk, burada sadəcə bir dənə açar var. Bir dənə açar var. Yəni, 2 açarlı bir statusu nümunə verək. Gələk, dərsin keçirilmə. Buna deyək ki, bu bir dərsin olub-olmama vəziyyətidir. Bunu izah edeyim. Dərsin keçirilmə statusu yuxarıdakı kimi. Belə deyək. Bunun eynisini bura köçürək. Daha rahat başa düşülsün deyə. Bu dəfə bir tələbə yox, 2 tələbə olsun. Belə deyək. Bunu silək buradan. Dərsin keçirilmə statusu. Bu dəfə dərsin keçirilmə statusunu mən 2 tələbə ilə ifadə edəcəm. 2 tələbə ilə ifadə edəcəm. Bu A tələbəsi. Bunu götürdük. Bu olsun nə? A tələbəsi. Sol. Və. Ondan sonra gəldik bura. Bir dənə tələbəmiz olacaq. Bu da olsun B tələbəsi. Buna bir dənə də input qoyaq. Və buna da deyək ki, bu da olsun B tələbəsi. Bunu da kopyalayaq. Deyək ki, bu da olsun B tələbəsinin dərsdə olma statusu. İndi mən bu 2 tələbəyə əsasən belə bir qərar vermək istəyirəm. Demək istəyirəm ki, yəni 2 fərqli bir dənə statusu, beynindəki ideyanı simülyasiya eləyəcəm. Birincisi deyəcəm ki, əgər mən deyirəm ki, belə bir qərar verirəm, mənim müəllimim belə bir qərar verir. Deyir ki, A və B dərsdədirsə, mən dərs keçəcəm. Əgər deyilsə, dərs keçməyəcəm. Mən indi bu vəziyyəti ifadə eləmək istəyirəm. Bunun üçün gəlirəm, belə bir şey qoyuram, araya belə bir elektronik şəbəkə qoyuram və bunu birləşdirirəm bu şəkildə. Baxın, 2 dənə statusa mən buna xüsusiyyət verirəm. Okay? Və baxın, indi burada hal-hazırda A tələbəsi dərsdə deyil, B tələbəsi də dərsdə deyil, təbii olaraq dərsdə keçilməyəcək. Deyək ki, A tələbəsi dərsə gəldi, dərs keçilmir. Səbəb nə idi? Çünki biz başdan qərar vermişdik ki, A və B tələbəsi dərsdə olmaq zorundadır. Dolayısıyla B tələbəsi dərsə gəldi, mən dərsə keçdim. Ondan sonra A tələbəsi dərsdən getdi, mən bunu ləğv elədim. Dərs keçmirəm. Bu, normal bizə riyaziyyatda keçilən, deyək ki, buna necə deyərlər, bəsit məntiq əlaqələr deyirik və ya deyil əlaqələrdir. Bunu indi riyaziyyatda böyük ehtimalla əksəriyyətiniz bilirsiniz, yadınızdan çıxmayıbsa əgər. Riyazi məntiq deyirlər buna. Binary logic deyə internetdə araşdıra bilərsiniz bunu. Və ondan sonra ikinci bir bundan fərqini, bunun da bir yerini dəyişdirim. Mən əgər bunu value eləsəm və ya eləsəm, bu isə nədir? A və ya B tələbəsi dərsdədirsə, mən dərs keçəcəm. Baxın, bunu necə simülyasiya edə bilirəm? Bu şəkildə. Gəldik, bunu simülyasiya elədik bu şəkildə. Gördüyünüz kimi.
Burada bayaqkindən vədən fərqli olaraq burada diqqət edin. Mənim bura qoyduğum elektronik şəbəkə mənə icazə verir ki, və yanı da mən burada təsəvvür edə bilim. İndi bu bizim üçün ilkin ruşeymik şeylərdir ki, ortaya qoyulan nəticələrdir ki, artıq biz bunları elədikdən sonra bizdə bir təsəvvür yaranır ki, biz artıq real həyatdakı bir hadisəni, bir qərarı, bir prosesi elektronik şəbəkə vasitəsilə vizuallaşdıra bilirik, ifadə edə bilirik. Bu hesablama maşınlarının artıq ortaya atılması, riyazi hesablamalarda istifadə olunmasına təkan verən ilk ən böyük amildir. Ondan sonra indi deyə bilərsiniz ki, bunun bu elektronik şəbəkə ilə riyaziyyatı necəsə əlaqələndirmək lazımdır. Əgər mən riyazi hesablamalar aparmaq istəyirəmsə, bunu əlaqələndirmək məcburiyyətindəyəm. İndi burada da ortaya bir dənə sual çıxır. Əgər mən bir məfhumla, bir mövzu ilə başqa bir mövzunu əlaqələndirmək istəyirəmsə, mütləqdir ki, bunların konseptlərində, bu iki fərqli mövzunun konseptlərində ortaq olan müəyyən şeylər olsun. Ki, biz ona əsaslanaraq bir mövzunu başqa mövzu ilə əlaqələndirək və bir mövzunu başqa mövzu ilə izah edə bilək. İndi bizim birinci mövzumuz elektronik şəbəkələrdir burada. İkinci tərəfimizdə riyaziyyatdır. Mən riyaziyyatla bu elektronik arasında bir əlaqə yaratmalıyam, bir ortaq məxrəc tapmalıyam. Ki, o ortaq məxrəcdən yola çıxaraq mən elektronik şəbəkə vasitəsilə riyazi hesablamaları edə bilim. Burada da əslində çox bariz bir dənə ortaq məntiq var, ortaq məxrəc var. Bu da nədir? İndi biz burada diqqət edirsinizsə, bu açarların durumu və ya buradakı hər hansı bir outputumun durumu neçə dənədir? 2 dənədir. Ya açar açıqdır, ya açar bağlıdır. Yəni, burada 2 fərqli vəziyyət var. Ya açarın açıq olma vəziyyəti, ya açarın bağlı olma vəziyyəti. Bunu qoyduq bir qırağa. Ondan sonra gəlir riyaziyyatda, biz normal gündəlik həyatda rəqəmləri, ədədləri, ümumən riyaziyyatı hesablamaları biz hansı say sistemindən istifadə edirik? Onluq say sistemində. Əgər onluq say sistemi ilə əlaqədə və ya ümumən say sistemləri ilə əlaqədə mövzular yadınızdan çıxıbsa, çox bəsit YouTube axtarışı ilə bunun yaddaşınızı təzələyə bilərsiniz. Yəni, say sistemləri nədir? Bir say sisteminin başqa say sisteminə çevrilmə prosesi necədir? Məsələn, biz onluq say sistemindən istifadə edirik. Onluq say sistemindəki bir ədədin ikili say sistemində çevrilməsi necədir? Və ya tam tərsi. Bunu bir balaca analiz edə bilərsiniz. Çox bəsit mövzudur. Deməli ki, burada bizim say sistemlərimizin arasında spesifik bir say sistemi var, xüsusi bir say sistemi var. Gündəlik həyatda biz onu çox istifadə eləməsək də, proqramlaşdırmada bu həddən artıq çox istifadə olunur. Bu say sistemi də ikili say sistemidir. Məsələn, bəsit bir nümunə verməyə qalsaq, mən məsələn deyək ki, əgər onluq say sistemində gündəlik istifadə, onluq say sistemində əgər mən 89 yazıramsa, bunun ikili say sistemindəki ifadə şəkli belədir. Diqqət edirsiniz, 89-un ikili say sisteminin qarşılığı 1, 0, 1, 1, 0, 0, 1-dir. Bu əslində bizə bir çağrışdırma verir. Yəni, ikili say sistemi, onluq say sistemində 10 rəqəm var. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İkili say sistemində isə sadəcə və sadəcə 2 rəqəm var. 0 və 1. Biz bütün ədədləri 0 və 1-lərlə ifadə edirik ikili say sistemində. Yəni ki, burada 2 durum var. Ya 0 durumu var, ya 1 vəziyyəti var. İndi bayaqki qırağa qoyduğumuz bir məsələ var idi elektronik şəbəkədə diqqət ediriksə, elektronik şəbəkədə də bir açarın sadəcə 2 vəziyyəti ola bilər. 0 vəziyyəti və 1 vəziyyəti. İndi artıq bu bizim üçün ortaq məxrəcdir. Deməli ki, mən riyaziyyatla bu elektronik şəbəkə arasında bir uyğunluq tapdım. Və belə ifadə edirəm. Deyirəm ki, bundan sonra ixtiraçı olaraq belə fikirləşirəm. Deyirəm ki, bundan sonra mən açarın
bağlı olma durumuna 1 deyəcəm, açıq olma durumuna 0 deyəcəm. Belə bir qəbul edirəm özümdə, assuming edirəm və buna görə hərəkət edəcəm. İndi bunu qəbul elədiyimə görə mən artıq işin riyaziyyat tərəfini bilən biriyəm. Yəni ki, ikili say sistemində normal toplama əməliyyatının necə aparıldığını mən bilirəm. Normal toplama əməliyyatının necə aparıldığını mən bilirəm və bunu da ifadə eləmək üçün bizdə normal ikili say sistemində toplama əməliyyatı deyək ki, binary addition table. Burada gördüyünüz bu cədvəl, nə cədvəlidir? Bir riyazi hesab, ikili say sistemində bəsit toplama əməliyyatının cədvəlidir. Yəni, burada indi birincisi A və B ədədlər var. 2 dənə 0, 1 ola bilər sadəcə. Bu cəmi göstərir. Bu carry isə bizim riyaziyyatda dediyimiz qalıqdır. Qalıq deyirəm, pardon. Yadda qalan dediyimiz, məsələn, deyək ki, 9 ilə 8-i biz alt-alta toplayanda, deyirik ki, 9 üstə gəl 8 bərabər 7, yadda qalan 1-dir. Buradakı carry də onu ifadə edir. İndi elektronikçilər özlərinə belə bir qayda qoyublar ki, deyək ki, məqsəd qoyublar ki, əgər biz bu cədvəlin tətbiqini simulyasiya eləyə bilsək, elektronik şəbəkə vasitəsilə simulyasiya eləyə bilsək, deməli ki, biz artıq necə ki, bayaqki qərarlarımızı simulyasiya elədik, eyni şəkildə toplamanı da biz simulyasiya eləyə bilərik. Hansı üçün? 2 rəqəmi üçün. 0 rəqəmi, 1 rəqəmi üçün bunları mən simulyasiya eləyə bilərəm deməkdir. İndi bunun üçün də bir elektrik şəbəkə quranda, bircə dəqiqə, bunu bir başdan bir dənə gələk. Burada bunun hazır qurulmuş şəkli var idi. Başı bildiyim qədərilə, bircə dəqiqə, əgər burada varsa birbaşa elə onun tools'dan, haradaydı bu? Samples'dan bircə dəqiqə restart logically bircə dəqiqə demo samples yana baxaq buradan bir yana baxaq biologically burada samples olmalıydı və başdan açılanda neysə burada olmasa da başqa bir yerdən göstərəcəm buradan göstərə bilərik deməli biz bu cədvəli təyin eləmək üçün buradan deməli gəlirəm full adder deyə belə bir simülyasiya, o elektronik şəbəkəni bayaqkini burada qurduğumuzun fərqli bir görüntü ilə biz burada qururuq. Eyni, baxın, açarlar burada var və biz bunu bu şəkildə bir elektronik dövrə qurduq. İndi gəlin biz bunun görək, həqiqətən bu elektronik dövrə bizim istədiyimiz nəticəni verir. Yəni ki, bu cədvəli təsdiqləyirmi? Baxıram, A və B onun durumuna baxaq. A və B durumuna baxaq. A-nın durumu 0-dır, B-nin durumu 0-dır. Nəticə 0 və 0-dır. Gördüyünüz kimi. Mən A-nı gəldim, 1 elədim. Baxın, nəticə nə oldu? A-nı 1 yox, pardon. A 0-dır, B 1-dir. B-ni 1 elədim. Baxın, mən burada bunu topladım, elədim. Burada full adder yox. Bunu bir dənə A-nı 0 eləyək. A 0-da hal-hazırda. A 0, B 1 ikən cəm 1-dir, yadda qalan 0-dır. Düzdürmü? Bəli, düzdür. Ondan sonra gəldim, B-ni 0 elədim. B 0-dır, A 1-dir. Və burada gördüyünüz kimi yeni nəticə 1-dir, yadda qalan 0-dır. İndi gələk A, B-ni 1 eləyək. Gördüyünüz kimi nəticə 0-dır, yadda qalan 1-dir. Yəni, deməli ki, bu bəsit elektronik dövrəsi ilə mən riyazi hesablamanı apara bildim. Nəyi? Hansı riyazi hesablamanın toplama əməliyyatını apara bildim. Və bu mənim üçün artıq bir dövrün başlanğıcıdır. Yəni, mən artıq bəsit bir elektronik şəbəkə ilə əgər riyazi hesablama arasında bir əlaqəni quraraq bunu uğurlu şəkildə nəticələndirə bilirəmsə, deməli ki, bu artıq nədir? Mənim
riyazi hesablamanın elektronik şəbəkə tərəfindən istifadə oluna biləcəyini göstərir. Yəni bu yola çıxaraq, bu yoldan başlayaraq artıq elektronik şəbəkələri biz istifadə edə bilirik. Və indi burada bəzi məsələləri, teorik məsələləri izah edəcəm. Deməli, biz burada bu açar dedik. Biz bunun əslində görüntüsü, bu tranzistordur. Yəni, bunun burada görüntüsünü belə göstərilsə də, bunun kompüterdəki halı belədir. Transistor, hətta belə deyək, first transistor. Yəni, bunun necə böyük bir icad olduğunu sizə göstərmək istəyirəm. Bu, ilk tranzistorun görüntüsüdür. Yəni ki, ilk tranzistorlardan birinin görüntüsüdür. Bunun vəzifəsi sadəcə elektriğin keçməsini tənzimləməkdir. Yəni, açarı açmaq, bağlama budur. Əsas budur. Bu ilk tranzistordur və bunun böyüklüyünü bu şəkildə edə bilərsiniz özünüzdə. Təsəvvürünüzdə. Bunu yadda saxlayın. Və bu bir tranzistorun özündə daşıdığı dəyərə, bu 0 ola bilər və ya 1 ola bilər. Bu dəyərin həcminə biz proqramlaşdırmada bir bit deyirik. Yəni ki, bir tranzistorun özündə daşıdığı dəyərə biz bir bit data deyirik. Və indi gəlin bunun əslində necə böyük bir icad olduğunu və bu ilk tranzistordur. Və düşünün ki, biz bu tranzistorlar vasitəsilə 1, 2, 5, 10, 100, 1000, milyon hər neysə, bu nə qədər tranzistorlarımı mən artırsam, bir o qədər riyazi əməliyyatdan çox istifadə edə bilərəm. Məsələn, hal-hazırda bu nə deməkdir? 101, neçə dənə 101 var? 7 dənə. Bu deməkdir ki, mən 89-u ifadə edə bilmək üçün proqramlaşdırma kompüterdə mənim neçə dənə tranzistora ehtiyacım var? 7 tranzistora ehtiyacım var. Deməli ki, bunun da çevirməsindən mən belə başa düşürəm ki, mənim 89 rəqəminin həcmi, ağırlığı, nə bilim, ölçü vahidi neçə bitdi? 7 bitdir. Yəni, 7 bit məlumat daşıyır 89 özündə, kompüterə görə. Dolayısıyla, indi bugünkü kompüterləri gəlin bir dənə nəzərə alaq. Hal-hazırda mənim kompüterimin RAM-i 8 GB. Mən buradan bəsit bir çevirmə edeyim sizin üçün. 8 GB to bit deyək. Və buna baxaq. Bircə dəqiqə. Bunu özünüzdə hesablaya bilərsiniz. Belə buradan hesablayaq. Kalkulyator vasitəsilə. Baxın, hal-hazırda mənim RAM-imdə bu nə deməkdir? 68 milyard 719 milyon bla bitdi mənim RAM-imin həcmi. Bu əslində nə mənaya gəlir? Mənim RAM-imdə demək ki, 68 milyard 719 milyon 476 min 736 ədəd tranzistor var. Bu qədər həcmdə tranzistor var. Mənim kompüterimin yaddaşının, RAM-inin ölçüsü haradasa 10 cm və ya 12 cm-dir maksimum. Uzunluq bu qədər, genişlikdə 2 cm yarım və ya maksimum 3 cm-dir. Yəni, toplam ərazisi 12-nin vurulsun 3-ə 36 kvadrat santimetrdir. Və 36 kvadrat santimetrlik ərazidə 68 milyard dənə tranzistor var. Yəni, düşünün, ilk tranzistorun həcminə diqqət edin. Bu həcmdədir. Mən bu tranzistordan 68 milyard ədəd yan-yana qoysam, bunun tutacağı bir ərazini təsəvvür edin. Nə qədər ərazi bu tutacaq. Və bir ikincisi də bunu işlədə bilmək üçün lazım gələn elektrik enerjisinin nə qədər böyük olduğunu düşünün. Və ilk tranzistordan günümüzə qədər nə qədər böyük, inqilabi bir inkişaf olub, onu artıq özünüz təsəvvür edə bilərsiniz. Yəni, bugünkü tranzistorların həcmi deməli ki, əgər mənim 36 kvadrat santimetrlik ərazidə 68 milyard
tranzistorun varsa, deməli onların nə qədər mikronluq hala gətirildiyini, yəni texnolojik olaraq bu qədər həcmə gətirildiyini siz təsəvvür edin. Yəni bu əslində proqramçı olaraq bizə motivasiya verəcək ən böyük şeylərdən biridir. Bəlkə də mənə görə tranzistor 21-ci əsrin ən böyük icadıdır mənə görə, tartışmasız. Niyə? Çünki bunun sayəsində tranzistor olmasaydı əgər, tranzistor icad olunmasaydı, bugün sizin apara biləcəyiniz bütün kompüterdə elədiyiniz bütün işlər, nəinki kompüterlər, bütün elektronik cihazlar dediyim, kompüterlər, televizorlar, telefonlar və s. və s. və bugün gigant işlər görən, nanosaniyələrdə milyardlarla iş görən cihazlar olmazdı. Yəni buna görə də bunun əhəmiyyətini biraz dərsdən off the topic olsa da bunu demək zorundayım. Yəni bu insana şəxsən mənə ciddi motivasiya verən bir məsələdir. Yəni tranzistorların varlığı və onların necə inkişaf mərhələlərindən keçdiyi, bunu biraz daha özünüzdə eləsəz, necə deyərlər, analiz eləsəz, bunu daha rahat başa düşə bilərsiniz. İndi biz burada bu tranzistorlardan istifadə edərək artıq riyazi əməliyyatları apara bilirik. Riyazi əməliyyatları və ondan sonra artıq insanlar baxdılar ki, biz yavaş-yavaş riyazi əməliyyatları apara bilirik və bunu başladılar inkişaf elətdirməyə. Əvvəllər, məsələn, deyək ki, first computer deyə tam dəqiq bilməsəm də kompüter, təxmin edirəm ki, belə bir şeydir, ilk kompüterlər. İlk kompüterlər belə bir cihazlar idi və burada diqqət edirsinizsə, bu şəkildə, burada gördüyünüz bir nöqtələr var. Bunlar əslində nədir? O tranzistorların yuvalarıdır. Yəni, buradan yola çıxaraq belə bir analizi gətirmək olar ki, deməli ki, buradakı, bu ilk kompüterlərdəki rəmin həzminə diqqət edin. Burada toplasanız, bu ərazidə toplasanız, deyək ki, 1000 və ya 2000 tranzistor var. Yəni ki, bu nə deməkdir? 1000 və ya 2000 bit məlumatı ancaq biz burada idarə edə bilirik. Yəni, bu da 1 megabayt belə eləmir, düşünün. 1 megabayt belə eləməyən datanı idarə eləmək üçün bu boyda nəhəng bir otağı zəbt eləmək hara? Bugün sizin Raspberry Pi dediyiniz cihazlar və ya deyək ki, Arduino dediyiniz cihazlar bir neçə santimetrli ərazini tutur. Və onun içərisində, məsələn, Raspberry Pi-da deyək ki, gigabaytla və s. siz RAM istifadə edə bilirsiniz və ya yaddaş istifadə edə bilirsiniz. Yəni, o gün biz sadəcə əgər deyək ki, 1 megabaytı və ya 1 kilobaytlıq bir məlumatı yaddaşda saxlaya bilib, idarə edə biliriksə, bugün bu gigabaytlar, terabaytlar, hektabaytlar və daha da mənim əzbərə bilmədiyim ölçü vahidlərini hesablanan dataları idarə edə bilirik artıq. Və indi artıq kompüterlərin bunların üzərində bəsit riyazi əməliyyatlar aparala bildiyinə görə istər-istəməz bu kompüter icad edən insanlar arasında belə bir təbii ki, ideya yaranır ki, tamam, biz rəqəmləri ifadə edə bildik. Orada riyazi əməliyyatlar apara bildik və bunun sayəsində ilk proqramlaşdırma dili ortaya çıxır. Yəni ki, biz artıq hesablama maşınına müəyyən əmrlər verə bilərik. Bu əmrlər verdiyimiz dilin adına da biz machine language deyirik. Machine language belə bir kod bloklardır. Yəni ki, biz onları nələrlə ifadə edirik? 1-0-larla və s. Machine language dediyimiz proqram əslində belə bir şeydir. Diqqət edin bura. Baxın. Bu alttaki kodda yazılan 001, nələr, bunlar bizim maşın kodumuzdur. Yəni, ilk dövrlərdə əgər mən maşın kodu ilə hər hansı bir işi icra eləmək üçün yazırdımsa,
İndi yəni düşünün, o dövrdə mənim bir proqram yaza bilməyim nə qədər çətin ola bilər. Təbii ki, proqramçılar, o dönəmin proqramçılar dedilər ki, burada proqram yazmaq qəlizdir, biz bunu inkişaf elətdirək. Necə inkişaf elətdirək? İnsanların başa düşə biləcəyi formatda bir əmr vermə üslubu kəşf edir. Əmr vermə. Daha lakanik, daha insana uyğun, insan dilini, insanların başa düşəcəyi formatda biz bunu ifadə edirik. Ondan sonra burada ortaya bir dənə problem çıxır. Biz sadəcə və sadəcə rəqəmləri ikili say sisteminə çevirə bilirik. Yazıları və xarakterləri çevirə bilmirik. Dolayısıyla bunun üçün də yenə də bir qəbul eləmə vaxtı gəlib çatır. Bu da nədir? Biz əgər yazıları birbaşa çevirə bilmiriksə ikili say sistemini, biz özümüzdə öncədən təyinat verməliyik. Deməliyik ki, buna da biz ASCII table deyirik. ASCII table. Bu indi burada göstərəcəyim son updated, ən son versiya olmaya bilər. Məsələn, belə bir şey var mənim, cədvəlim var. Bu cədvə təyin olunub ki, biz, necə deyərlər, özümüzdə xarakterləri və hərfləri nə olaraq, bunların rəqəm qarşılıqlarını təyin ediblər və qəbul ediblər ki, məsələn, bundan sonra kiçik A hərfinin qarşılığı 97-dir. Ondan sonra nə bilim, böyük A hərfinin qarşılığı 65-dir. Ulduz işarətinin qarşılığı, nə bilim, toplama işarətinin qarşılığı 43-dür və s. və s. Artıq bu şəkildə başlayıblar bu işi görməyə. Yəni, bu qəbullardan sonra artıq, qəbul edildikdən sonra ki, mən A yazanda bunu maşın necə başa düşəcək? A hərfinə klik edəndə, basanda, bunu maşın necə başa düşəcək? Və bu artıq onlara rahatlıqla kod yaza bilmə şansı yaradır. Və ondan sonra başlayırlar artıq rəqəmlər əvəzinə, sadəcə rəqəmlərlə maşına müdaxilə eləmək əvəzinə hərflərlə, xarakterlərlə və s. idarə eləmək və bu artıq ilk assembly dilinin ortaya çıxmasına səbəbiyyət verir. Və ondan sonra artıq assembly dilindən sonra fərqli proqramçılar, fərqli səbəblərdən, fərqli hədəflərə görə başlayıblar fərqli şəkildə proqramlaşdırma dilləri icad etməyə. Proqramlaşdırma dillərinin bu qədər çeşidlənməsi, 200-dən yuxarı proqramlaşdırma dili var. Bunların çeşidlənməsinin əsas altında yatan səbəb odur ki, hər alət, proqramlaşdırma dili bir alətdir. Və bu alət, təbii ki, hər bir alət onunla nə iş görə biləcəyinizə görə dəyişir. Yəni, məsələn, deyək ki, hamımızın evində qələm var. Eləmi? Qələmlərin növləri var. Bu, hər qələmində bizim istifadəmiz üçün, nə üçün istifadə elədiyimizdən asılı olaraq dəyişir. Dolayısıyla, proqramlaşdırma dillərində bu alətlər kimi fikirləşə bilərsiniz. Əgər mənim niyyətim pozula bilər bir yazı yazmaqdırsa, mən onu orada qələm istifadə eləməyəcəm, karandaş istifadə edəcəm. Yox, əgər mənim niyyətim silinməyən bir yazı yazmaqdırsa, mən burada qələmdən istifadə edeyim. Əslində, ikisi də eyni işi görmək üçün, eyni mahiyyətdə olan işi görmək üçün yaradılır. Nə işi görmək üçün? Yazı yazma işini görmək üçün. İndi proqramlaşdırma dilləri də, dillərin əsas mahiyyəti kompüterə əmr verməkdir. Yəni, bir mənada yazı yazmaqdır. Sadəcə fərqli formada. Və fərqli niyyətlə, fərqli formada tətbiq eləməkdir. Və buna görə də bu günümüzdə 200-dən artıq proqramlaşdırma dili var. Və indi biz də özümüzdə proqramlaşdırma dili seçimi eləyəndə buna necə ki proqramlaşdırma dilləri var, ona görə də biz öncədən niyyətimizi bilməliyik ki, mən nə yaratmaq istəyirəm, nə ortaya qoymaq istəyirəm, hansı tipli məhsul istehsal etmək istəyirəm. Bunu bilməliyəm ki, ona uyğun gələn proqramlaşdırma dilini seçə bilim. Və proqramlaşdırma dillərini öyrənmək bizim üçün buradan başlayır əslində. Bu nöqtədən başlayır.
və biz bunun necə deyirlər, proqramlaşdırma dillərinin işləmə formatını, işləmə üslubunu buradan başlayırıq öyrənməyə. Və ondan sonra və proqramlaşdırma dillərini öyrənərkən birinci bilməliyik ki, ilk qayda odur. Biz yadımızdan çıxarmamalıyıq ki, proqramlaşdırma dili bir alətdir. Biz bu alətdən istifadə edirik. Amma bir alətin necə istifadə olunacağını bilmək. Məsələn, mən qələm yazı yazmağı bacarıram. Bu o mənaya gəlmir ki, mən Dostoyevski kimi bir roman yaza bilərəm. Və ya deyək ki, Mirzə Ələkbər Sabir kimi satirik bir şeir yaza bilərəm. Xeyr. Bu nədən qaynaqlı? Deməli ki, bizim üçün bir proqramlaşdırma dilini öyrənmək, onu istifadə edə bilmək bizim üçün heç bir məna kəsb eləmir ki, bu o mənaya gəlməsin ki, biz proqramçı sayıla bilərik. Xeyr. Burada proqramçı ola bilməyin əsas bundan daha əhəmiyyətli olan bir hissəsi var, problem həll eləmə qabiliyyəti. Yəni, siz proqramlaşdırma öyrənəndə əslində öyrənməyiniz lazım olan əsas tərəf problem həll edə bilmək. Yəni ki, bir məhsulu ortaya qoya bilmək üçün hansı proseslərdən mən keçməliyəm, hansı prosesləri eləməliyəm, bunu öyrənməliyim. Yəni, əsas məqsəd bu olmalıdır. Proqramlaşdırma dili daha asan öyrənilə bilən bir məsələdir. Ondan sonra bu, təbii ki, alətin istifadəsini öyrənmək də birinci etapda lazımdır. Deyək ki, mənim beynimdə bir ideya var, mən bunu reallaşdırmaq istəyirəm və proqramlaşdırma dili öyrənməliyim. Və proqramlaşdırma dili öyrənəndə mən acaba hansını öyrənməliyəm və mən necə bir strategiya ilə proqramlaşdırma dili öyrənməliyəm ki, sabah mənə fərqli bir alət lazım olanda, yəni fərqli bir proqramlaşdırma dili lazım olanda mənim ona keçidim asan olsun. Dolayısıyla bunun üçün biz proqramlaşdırma dillərinin öyrənilməsini 3 kateqoriyaya bölürük. Əsas 3 kateqoriyaya. Birincisi, bu proqramlaşdırma dillərinin yaddaşdan istifadəsinə görə, yaddaşdan istifadəsinə görə yox. Bu dediyimiz kimi, baxın, biz bir proqramlaşdırma dilini artıq, deyək ki, əvvəl maşın dili idi bu şəkildə, diqqət edin, maşın dili idi və mən bunu artıq bu şəkildə ifadə eləməyə başladım. Hərflərlə, rəqəmlərlə ifadə eləməyə başladım. Təbii ki, burada ortaya bir şey çıxır. Mənim maşınım 0-1-lərdən başqa heç də başa düşmür. Eləmi? Amma mən ora A yazmışam, B yazmışam, ulduz yazmışam və s. Deməli ki, mənim danışdığım dil fərqlidir proqramçı olaraq, amma kompüterin danışdığı dil fərqlidir. Deməli ki, mən nə etməliyəm? Bu araya bir tərcüməçi qoymalıyam. Yəni, mənim danışdığım dili, yəni mənim istifadə edədiyim proqramlaşdırma dilini maşın dilinə çevirərək ona icra əmri verə bilsin deyə. Bunun üçün tərcüməçilər var. Bu tərcüməçilər də əsasən 2 hissəyə bölünür. Interpreter tərcüməçilər və compiler tərcüməçilər. Əgər mən bunların istifadə qaydasını bilsəm, məsələn, interpreter tərcüməçi işləyənlər proqramlaşdırma dillərinin nümunə versək, Python, JavaScript. Bu dillər interpreter tərcüməsi istifadə edir, tərcümə olunarkən. Məsələn, C#, Java, C++, C və s. Bunlar compiler adına bir tərcüməçidən istifadə edir. Mən bunların necə istifadə olunduğunu bilsəm, bunların tərcüməçilərin xarakteristikasını bilsəm, bu artıq mənim üçün əlimdə ciddi bir kozurdur. Yəni ki, sabah mən əgər bu iki fəlsəfəni bilirəmsə, mən proqramlaşdırma dilinin hansı tərcüməçidən istifadə olunduğunu bilsəm, bu o deməkdir ki, mənim artıq o proqramlaşdırma dili haqqında ilkin 10-20%lik təsəvvürüm var. Buna hazır elədik. Ondan sonra ikinci bir məsələ proqramlaşdırma dillərinin yazılma üslubları. Bunlar müəyyən qrammatik qaydalara və ya məntiq qaydalarına uyğun olaraq yazılır. Hansı ki, biz bunlara texniki olaraq paradigmalar deyirik.
paradigmalar deyirik. Bu paradigmalar hal-hazırda günümüzdə istifadə olunan proqramlaşdırma dillərində hər dildə bir neçə paradigma istifadə olunur. Bu paradigmalar haqqında artıq irəliləyən dərsləri daha detallı danışacağıq. Bunun rahat paradigmaların nə olduğunu özünüzdə rahat qavraya bilmək üçün belə düşünə bilərsiniz. Məsələn, biz Azərbaycanlıyıq, Azərbaycan dilində danışırıq. Ondan sonra Anadolu türkləri Anadolu türkçəsində danışır, türkçə danışırlar. Biz Azərbaycan türkçəsində danışırıq, onlar Anadolu türkçəsində danışır. Özbəklər özbəkcə, türkmənlər türkməncə, qırğızlar qırğızca. Amma bunların arasında bir ortaq bir xüsusiyyət var. Mən Azərbaycanlı olaraq bugün Türkiyəyə getsəm, orada ünsiyyətdə heç bir problem yaşamaram. Türkmənistana getsəm, bir müddət yaşayaram, sonradan alışaram. Yəni, ondan sonra həll edərəm onu. Eyni şəkildə Özbəkistan, Qırğızistan və s. və s. Amma mənim gedib Türkmənistandakı türkmən qardaşlarımızla ünsiyyət təmin eləməyin bir neçə həftə çəkirsə və ya bir ay çəkərsə, mənim hal-hazırda gedib Ərəbistanda və ya Fransada və ya İngiltərədə oradakı insanlarla ünsiyyət yarada bilməyim daha uzun çəkər. Çünki bunların arasındakı fərqləri yaradan nədir? Çünki bayaqki dediyimiz dillər, Özbək, Türkmən, Azərbaycan, Türk, bunlar nədir? Bunlar ortaq üslubda yazılmışdır, hazırlanmış dillərdir. Yəni, biz Türk dilli ailələr qrupuna daxilik. Dolayısıyla bu ailəyə mənsub olduğumuz üçün bizim o biri qardaşımızın dilini başa düşməyimiz asandır. Amma ərəb dili ilə Azərbaycan dilinin quruluş üslubları fərqli olduğu üçün mənim gedib onu öyrənməyim çətin olacaq. Əgər mən ərəb dilinin quruluş üslubunu bilirəmsə, bu o demək ki, mən bir mənada ərəb dilinə yaxın digər dilləri də mən öyrənə bilərəm. Eyni şəkildə İngilis dili də eyni şəkildə. Yəni, biz buna, yəni ki, ortaq paradigmalardan, ortaq üslublardan istifadə edən dilləri öyrənmək mənim üçün asandır. Məsələn, belə bir nümunə versək, deyək ki, buradan Python language desək və buradan C# language desək, C# language. Və bunların arasında belə bir müqayisə aparaq gəlin. Bu C# language, bu Python language. Və burada diqqət edin, bunların yazılma üslubları, paradigmaları buradadır. Bunları gəlin bir dənə yan-yana qoyaq və müqayisə edək. Gəldik bura. Baxın, gəlin bunu bir dənə aşağı çəkək. Və bunlar üslubların adlarıdır. Object-oriented, procedural, functional, structure, reflective. Eyni şəkildə bura baxaq. Ortaqlara baxaq, fikir verib. Object-oriented C#da da var, Python'da da var. Structure C#da da var, Python'da var. Reflective burada da var, burada da var. Və deməli ki, C# dili ilə Python dili arasında ortaq paradigmalar, üslublar var. Bu nə mənaya gəlir? Bu əslində çox möhtəşəm şey. Deməli ki, mən object-oriented məntiqi nədir? Bu üslub nədir? Onu öyrənsəm. Prosedural üslub nədir? Structure üslub nədir? Reflective üslub nədir? Bunun fəlsəfəsini yaxşı öyrənsəm, bu o deməkdir ki, mən sabah rahatlıqla C#-a keçid edə bilərəm. Eyni şəkildə Java-ya keçid edə bilərəm. Eyni şəkildə JavaScript-ə keçid edə bilərəm. Niyə? Çünki mən zaten onların qurulma üslublarını bilirəm. Aradakı bəzi fərqlər var, onları öyrənəcəm. İndi, dolayısıyla buna görə fundamentalda bir proqramlaşdırma fundamenti öyrənəndə ilk fokuslanmaq lazım olduğumuz şey nədir? Bir dilin interpreter və ya compiler olması. Interpreter nədir? Compiler nədir? Bunlar necə işləyir? Bunu başa düşmək lazımdır. Ondan sonra öyrəndiyiniz dilin hansı dili öyrənirsə öyrənin, fərqi yoxdur. O dilin paradigmalarının fəlsəfələrini yaxşı öyrənmək sizi həmişə 1-0 qabağa aparacaq. Hətta əksər təcrübəli proqramçının sizə verdiyi bəzi bir tövsiyə var. Deyir ki,
bir proqramlaşdırma dilini yaxşı öyrəndikdən sonra o biri proqramlaşdırma dilləri asan olur. Burada vurğulanması lazım olan nöqtə yaxşı sözüdür. Mən bir proqramlaşdırma dilini yaxşı öyrənmək deyəndə ondan nəyi başa düşürəm? Bu nə deməkdir? Əgər mən Python-u yaxşı öyrənmişəmsə və ya C# yaxşı öyrənmişəmsə, bu nə deməkdir? Mən onun interpreter olub olmayan, Python interpreterdir, C# compilerdir. Yəni mən Python öyrənmişəmsə, bu o deməkdir ki, mən interpreter dillərin, interpreter tərcüməsinin necə işlədiyini çox yaxşı bilirəm. Və bununla qalmasam, eyni zamanda compiler da öyrənsəm, bu o deməkdir ki, mən sabah C#-ı çox rahat keçid edə bilərəm. Və ya paradigmaları mən yaxşı öyrənsəm, paradigmaların fəlsəfələrini yaxşı öyrənsəm, mən keçid edə bilərəm. Bu ikinci məsələ. Proqramlaşdırma öyrənəndə ikinci önəmli bir məsələ. Üçüncü bir məsələ isə bütün proqramlaşdırma dillərində ortaq olan konseptlər var. Bu konseptlər nələrdir? İndi hər dili öyrənəndə bunlar 5-6 dənə konsept var. Bunları mən sadalaya bilərəm. Variables, ondan sonra functions, conditions, operators, ondan sonra loops və s. və s. bir neçələrində var. Əgər bunlar bütün proqramlaşdırma dillərində ortaqdır, mən bunların nə mənaya gəldiyini yaxşı öyrənsəm, bu demək ki, sabah mən başqa dillərə də keçid edə bilərəm rahatlıqla. Yəni, dolayısıyla biz bir proqramlaşdırma dilləri öyrənəndə bu 3 sac ayağı şəklində öyrənəcəyik. Yəni, birinci öyrənəcək ki, ilk etapda başlayacaq o proqramlaşdırma dilini interpreterlə compilerın fərqini başa düşmək. Ondan sonra bu paradigmaları anlamaq və ondan sonra biraz irəlilədikdən sonra da biz öyrənəcəyik nəyi? Mənim bir proqram yazarkən mən yaddaşdan necə istifadə edirəm? Yəni, mən yaddaşdan necə istifadə edirəm? Yaddaş deyilən şey necə işləyir? Bunu başa düşdükdən sonra artıq mənim bir proqramlaşdırma dilini rahatlıqla öyrənə bilməyim üçün hər hansı bir problem qalmayacaq. İndi bugünkü dərsimiz burada yekunlaşır. İndi növbəti dərslərimizdə artıq bu işlərin detallarına başlayacaq öyrənməyə. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Görüşək.